Birincidə 37. Bayaqları mənim verdiyim sualın tayı. Bax, ay bax. Sənə deyir ki, ilk n həddinin cəmi bu düstur ilə verilən ardıcıllığın hədəsizlənin ikinci həddini tap. Sən başa düşməlisən ki, ikinci həddi tapmaq üçün ilk iki həddin cəmindən ilk bir həddin cəmini çıxa bilərəm. Çünki S2 B1 ilə B2-nin cəmidir, S1 də B1 deməkdir. İndi bir dəfə n-in yerinə qoyursan 2-ni. Bir dəfə də n-in yerinə qoyursan 1-i. Bu da eləyir 3 minus 3-də 1 minus 3 plus 1. 3-lər gedir, cavab eləyir 3-də 2. Yəni C bəndi. Sonra 40. Sənə verilənlərə baxdıqda görürsən ki, bu silsilənin birinci həddi 2-dir. Silsilənin vuruğu 3-də 1-dir. Bilmirik, neçəncisə həddi 729-da 2-dir. Onda B1 vurulsun, Q-nün üstü n-1 729-da 2-dir. Hər tərəfi birinci böldür 2-yə. Elədi 729-da 1. 729'da 1, 3'te 1'in üstü 6 demektir. Yani n-1 6 olduğu için de n 7 olacak. Aydın oldu. Yani bu ədədi silsilədə də olan sadə n-ci ədəd üstünün tətbiqi ilə gedən suallardan. Sonra buyurun. 64'e kadar kimin nə sual var desin. Orada iki tür bir dəqiqə. Məsələn, 8-dən 2-dən sonrasını həndəs silsilə kimi görmək olar. 8 çıx 2, bəli. Neçə baxmalıydım mən? 64 elə hazırdır da. Həmən 64 yazıb 65 baxıram. Bax, bax. Sən də suala cavab verəcəm. Yox. Sən başa düş ki, plus qoydu aralarına cəm olduğu üçün. Biri müsbətdir, biri mənfi. Bunun birinci həddi 1-dir. Silsilənin vuruğu mənfi 3-də 2-dir. Çünki mənfi 3-də 2-yə vurduqca bir dəfə müsbət olur, bir dəfə mənfi. Bir dəfə müsbət, bir dəfə mənfi. Və sonsuz həndəs silsilədir. B1-i 1-dir. Q-sü də mənfi 3-də 2 olduğu üçün olur 5 bölünsün 3. Yəni, yox, səhv hesabladım. 3 bölünsün 5-də. 5 bölünç məxrəcdə olur. 1 bölmək adından çıxdı. Sən dediyin 54 idi. Yoxsa nə deyirdin? 53'ü? 53'ü. Hə. Bəli. Bəs yaxşı, nə idi problemin? Bunu yazanda B1'lər onsuz da gedir. Q-1'lər gedir. Qaldı 212 minus 1 bölünsün 206 minus 1. Bu nə edirsən sonra? Aha. 206 çıx 1. Ay sağ ol. Aha. Bəli. Aha. Bəli. Nəsə yenə qoyub tabağa. Sonra 77'ye kadar sual olan 73. Bana bu 3. Aha. B1 vur B4 vur B10. Bu 8'dir. B3 vur B7. Bax, bax. En azından her birini B1 vur Q şeklinde yazaq. Yani n-ci ədəd üstünə göre yazaq. B1 vur Q'nun kubu, B1 vur Q üstü 9 beraber 8. Anlar ki B1'in kubu Q'nun üstü 12 bərabərdir 8. Bu da B1 vur Q üstü 4'ün kubu deməkdir. Yəni biz aldıq ki B5'in kubu 8'dir, B5'də 2'dir. Başa nə demək istəyirəm?
Deməli, B5'i tapdıq ki 2'dir. Biz B3 vur B7'nin əslində B5'in kvadratı olduğunu anlamalıyıq. Çünki biri B5'dən 2 vahid öncə gəlir, biri də sonra gəlir. Ona görə sualın cavabı olur 4. 77. 70 var, 70'e bakalım. Tənləşdim. Bəli. Yəni tənləşdimi yazmasını da eləyə bilərsən. Məsələn, sən B9'un yerinə B6 vur Q kubu, B7'nin də yerinə B4 vur Q kubu yaza bilərsən. Sən görməlisən ki, bu hədlərlə bu hədlər arasında 3 vahid fərq var. Sonra da Q'nun kubunu mötərizə xaricində çıxardarsan, mötərizə içindəki ifadənin qiyməti 6 verilib sənə. Q kubu vur 6 48'dirsə, Q'nun kubu 8'dir, Q də 2'dir. İndi bizdən nə istəyir burada? B7'dir. İndi B7'ni hardan taparsan, bunu bir də işləyərsən. Yazarsan belə. B7 vur Q'nun kvadratı, çıx B7 bərabərdir 48. Q2'dirsə, eləyir 4 dənə B7, çıx B7 bərabərdir 48. Yəni 3 dənə B7 48'dir, B7 də 16'dır. Hə? Ne demişdim? Hansı dərs aiddir? Biraz baş etməyə aiddir. Dərs aid deyəndə silsiləyə aid. Verməmişdim. Ha? Bunu necə yazarıq? Biz bir dəqiqə deyir 5'i tap. Bəli. Gelir 2'lə 1. Ne kadar gelir 2'lə 1. 2'lə 1 nədir? Sən suala baxsan 2'lə 1 gedirsən. Kitabda da bağlayıb oturur. Ha, o birisi ders. Hı. İstər səhv görmüsən. Ne görmüsən ki 2'lə 1 gedir? Deməli, 6S çıx S. 6'ya vuranda, bax o verilən ifadəni, S'i veriblər də bizə. Onu 6'ya vuranda eləyir 1, üstə gəl 6'da 2, üstə gəl 6'nın kvadratında 3, nə bilim 6'nın kubunda 4, bu şəkildə gedir. S'i də veriblər onsuz da ki, 6'da 1, üstə gəl 6'nın kvadratında 2, 6'nın kubunda 3. Yəni bu şəkildə də bunu veriblər. İndi biz burada açsaq mötərizələr. Bir ilə işim yoxdur. Məxrəcləri eyni olanları çıxıram. 6'da 2'dən 6'da 1 çıxanda 6'da 1. 36'da 3'dən 36'da 2'ni çıxanda 36'da 1. Nə bilim 216'da 4'dən 216'da 3'ü çıxanda 216'da 1 və s. Alınır həndəsi silsilə. Yəni bunu bu şəkildə yazmaq lazım ki, həndəsi silsilə ortaya çıxsın. Məsələn, bunun da birinci həddi 1'dir. Silsilənin vuruğu da 6'da 1'dir. Biri də 6'da 5'ə böləndə 5'də 6, yəni 1/2. Bu biraz fərqli sualdır. Model test oldu. Xeyr. Sadə model suallarının sadələri də olur da. Hamısı dəhşətli bir şey olmur. Yox. Bəlkə düşər. Nə bilim. Yaza bilməzsiniz deyə verməmişdim. Sonra başa düşdüm. Növbət tapşırıqlarda belə iş görməyəcəm. Hamısını verəcəm, işləyərsən. Sonra yenə bunu deyərsən ki, sistem tənliyi olduğunu bilsəydim yazardım. Yaz da, sistem tənliyi deyəndə ki, bu sistem tənliyi eləmək məcburiyyətində deyilsən ki, sənə 2 dənə şərt verib, bundan yararlan. Bunda da B1 və Q'ya gətir, orada da B1 və Q'ya gətir, nəsə əldə elə. Bax, yazdım bunu belə. B1'i çıxartdın mötərizə xaricinə, 1 üstə gəl, 2 üstə gəl, bu bərabərdir 6. Bunu bura qədər sadələşdirdim.
Bunu da B1 vur Q'nun kubu çıx B1 bərabər 18. B1'i çıxart mötərizə xaricinə. Q'nun kubu minus 1. Keçək bu 75 yazalım. Sonra bunu da kublar kimi ayır. Olar. Bu vuruqla bu vuruğun hasilini 6 veriblər sənə. Yəni 6 vurulsun Q minus 1 48'dir. Bu o deməkdir ki, Q minus 1 8'dir, Q də 9'dur. Düzdür. Bizdən nə istəyir? Sistənin vuruğunu. Hə, yuxarıdan aşağı 48 yazmışam. O da 3, 4. Aydın oldu. Sonra. Bəli, eynisini. Burada qalmazsa keçdik o birisindən. Kimisə sualı varsa soruşsun, ötürməyin. Neçə? 17. Neçə var? 10 var. Onlardadır, buradadır. Bax, sənə deyir ki, sonsuz azalan həndəsə sistəmin ilk iki həddinin cəmi, yəni B1 ilə B2-nin cəmi 4/1-dir, bütün hədlərinin cəmi 6'dır. Bunu yazsam belə, B1 üstəgəl B1Q bərabərdir 4/1. Bunda yazırsan, B1 bölünsün 1 minus Q bərabərdir 6. Buradan B1'i mötərizə xaricinə çıxartdın, 1 üstəgəl Q bərabərdir 4/1. Buradan isə yazdın ki, B1 bərabərdir 6 vurulsun 1 minus Q. O B1'i aparıb orada yerinə qoyursan. 6 vurulsun 1 minus Q, 1 plus Q bərabərdir 4/1. Yaza bilərsən. İndi burada 1 minus Q'nü 1 plus Q'ya varanda nədir? 1'in kvadratı Q'nün kvadratı. Bunu da, yəni bunu dediyim nədir? 2'də 9'u da bölürsən 6'ya. Yəni vurursan 6'da 1'ə. 12'də 9, yəni 4'də 3 edir. Onda belə çıxır ki, Q'nun kvadratı 4'də 1'dir. Q də müsbət mənfi 2'də 1'dir. Yəni cavab olur E bəndi. Aydın oldu mu? Nəyə baxırıq? 6'ya. Maraqlı bir sualdır. İki cür həll eləmək olar. Bir sadə yanaşma ilə, başımızı işlətməklə. Bax, deyir ki, müəyyən həcmli kolbaya bir dənə bakteriya qoyuruq və 1 saniyədən sonra 2 dənə olur. Yəni 1 saniyə sonra 2 dənə oldu, 1 saniyə keçir olur 4 dənə, daha 1 saniyə sonra olur 8 dənə. Bu artım tempi ilə gedir və kolba 128 saniyəyə dolur. Yəni 128 saniyə, bax 1 saniyə keçdi oldu bu. İkinci saniyənin sonunda 4 dənə və s. 128 saniyəyə bu kolba tam olaraq dolur. Kolbanın həzmi bəllidir də, yəni. Ədəd silsilə deyil bu. Həndəd silsilədir. BN 128 deyil. İndi bir dənə bakteriya qoyanda bu kolba bu prosesin nəticəsində 128 saniyəyə dolursa, mən bu prosesi 8 bakteriya ilə başlasam deyir, neçə saniyəyə dolar? Bəli. Bir bakteriyanın 8 bakteriya olması üçün 3 saniyə vaxt lazımdır. Ona deməli 128'dən də 3 saniyyə çıxsa 125 saniyəyə dolar. Bu buna sadə yanaşma. Başa düşməli olursun. 128 saniyədən vaxtında orada 225. Bəli. Yəni belə deyək, bizim birinci həddimiz 1, silsilə vuruğumuz 2'dir. Çünki hər bakteriya 2'yə bölünür, yəni 2'yə vurularaq gedir. Onda bizim 128 saniyə sonraki bakteriya sayımız 2 üstü 128 olur, yoxsa 127 olur. B1 vurulsun 2 üstü 0 olur, sonra 2'də 2 üstü 1 olur. Yəni 2 üstü n minus 1. Bn bərabər deyil, 2 üstü n minus 1. Bəli. Bəli. Birinci saniyədə 2 üstü 1 minus 1, 2 üstü 0 oldu. Bəli, indi sən elə baxdın da, mən yox, sən baxdın bu kəşəngə necə baxdın, sən vurdun oradan. Mən B1'i 1 götürdüm, Q'ndə 2. N2, bəli. İndi, bu bizim tutaq ki, kolbanın həcmini tapdıq ki, bu kolba nə qədər bakteriyadır. İndi deyir ki, əgər biz 8 bakteriyanın, yəni B1'imiz 8, Q'müz 2 olsaydı, BN'imiz, yəni N neçə olmalıydı ki, bu kolbada bu qədər bakteriya olsun. Yazmalıydık 8 vurulsun 2 üstü N minus 1, 2 üstü 127'dir. Yəni 2 üstü N minus 1 bərabərdir 2 üstü 124'dür.
n-1 bərabərdir 124 olduğu üçün də n bərabərdir 125'dir. Yəni, riyazi həlli də bu silsilə şəklində bu şəkildə həll edilməlidir. Nə yazırsan? Əslində həllidir o da. Yəni, bir bakteriyanın 8 bakteriya olmaq üçün 3 saniyə vaxt keçməlisə, 128-dən də çıxırır 3 saniyədə, qalır 125 saniyə. Bu təklik sual olar ki, yəni bir həll yolu olsun. Yəni, sonra 17'miz var, 19'umuz var. Necə? 17 səndə də var. Nədir ki, 17? Deyir, ədəd silsilənin birinci həddi 2'yə. A1'imiz 2'dir. İkinci və üçüncü hədləri isə uyğun olaraq 2 ardıcıl natural ədədin kvadratıdır. Məsələn, ardıcıl natural ədədlər n-lə n plus 1'dirsə, onda ikinci hədd n-in kvadratıdır. Üçüncü hədd də n üstə gəl 1'in kvadratıdır. Yəni, 2 dənə ardıcıl natural ədədin kvadratlarıdır, belə deyir. Silsilə fərqini tap. Silsilə fərqini tapmaq üçün mən birinci n-i tapmalıyam. Və ədədi silsilənin xassəsinə görə A1, A3 cəmi 2 dənə A2'yə bərabərdir. Yəni, bunları 2'yə böləndə A2 eləməlidir deyənə belə yazdım. 2 üstə gəl n plus 1'in kvadratı bərabərdir 2 vur n kvadratı. Yəni, 2 üstə gəl n kvadratı 2n bu bərabərdir 2n kvadratı. Keçdim o tərəfə, n kvadrat çıxılsın 2n çıxılsın 3 bərabər 0. Bu kvadrat tənliyin köklərindən biri 3'dür, biri də mənfi 1'dir. Bizə n natural ədəd olmalıydı. N 3 olanda bu 9 olur, bu da 16 olur. Və görünür ki, bu silsilənin fərqi 7'dir. Sonra yox, 17 sonra deyiz 27'ye qədər. 19. Bəli, maraqlı bir sualdır. Blok imtahan sualı olubdur. Hədlərinin sayı cüt olan, yəni 10 dənədimi, 6 dənədimi, 20 dənədimi bilmirəm. Cüt sayıdır. Cüt yerdə duranlarının cəmi 30'dur. B2, B4, B2N. Yəni cüt sayıdır. 30'dur. Silsilənin vuruğu 3'dür. Deyir, bütün hədlərinin cəmini tap. Bunu bütün hədlərinin cəmini tapmazsa mən tək yerdə duranları bilməliyəm. Ona görə B2'nin yerinə B1 vur Q yazaram. B4'ün yerinə B3 vur Q. Yəni, hər bir cüt hədd özündən əvvəlki tək yerdə duranın Q'yu olan hasilidir. Düzdürmü? Bu da B2N minus Q. Buradan Q'nu çıxardıram mötərizə xaricinə. Q'nu olsa da bilirik. Qalar B1, B3 və s. İndi Q'müz 3'dürsə, Q'nu bilirdik. Onda belə çıxır ki, tək yerdə duran hədlərin cəmi 10'dur. 30'u bölürüz. Bəli. Bütün hədlərin cəmi də cüt yerdə duranlar 30, tək yerdə duranlar da 10 olduğu üçün hamısının bir yerdə cəmi 40 edir. Sonra 27'ye qədər sualı var. 23. Müxtəlif tür yanaşa bilərik bu suala. Bax, sənə deyir ki, 2 və 162'nin arasına elə 3 ədəd yazılıb ki, bunlar artan sırada həndəsi sizə təşkil etsin. Həmin 5 ədədin cəmini tap. Bu 5 ədədin cəmini tapmağın müxtəlif yolları var. Məsələn, birincisi mən belə bir düşünərəm ki, bu birincidir, yəni B1'dir, 2. O birisi də B5'dir. Buradan rahatlıqla silsilə vurğunu tapmaq olar. Yəni 2 vurulsun, Q'nun üstü 4, bərabərdir 162'dir. Q'nun üstü 4, yəni B5 bərabər B1 vur Q 4 yazdım. Q plus minus 3'dür. Artan dediği için Q'nu 3 götürmeliyim. Çünkü mənfi 3 olanda bir dəfə çoxalır, bir dəfə azalır. Ondan sonra da başa düşürəm ki, bu 6'dır, bu 12'dir. Yox, 3'dür. 18'dir, 54'dür. Bunları da cəmləyərəm, onlar sualın cavabı. Və yaxud heç, bu ədədləri tapmağa ehtiyac duymaram. Başa düşərəm ki, mən burada S5'i tapmalıyam. B1'i bildim onsuz da 2'dir. Yazaram Q'nun üstü 5 minus 1, Q minus 1. O da eder 242. Yəni, ədədi orta yox, həndəsi orta olacaq burada. Yəni, B'nin kvadratı 2 ilə 162'nin hasili. B kvadratı 324'dürsə, B 18'dir. Mənfi 18 niyə götürmürəm?
Bəli, 2 ilə 18-in hasili 6-nın kvadratıdır. Və 18 ilə də 162 nəyin hasili nəyin kvadratı fikirləşməyə ehtiyac duymayayım deyə Q-nün, bəli, Q-nün 3 olduğunu görmək olar. Sonra başqa 27. 27-də deyir ki, ilk 3 həddinin, yox, səhv baxdım. Son səndəsi hisslərinin cəmi 6-dır. Bax, sonsuz səndəsi hisslərinin cəmi 6-dır. Onun hədlərinin kvadratları cəmi 12-dir. Son səndəsi hisslərinin cəmi deyəndə, yəni açıq şəkildə yazmağa çalışın. Biz bilirik ki, B1, B2 və s. sonsuz sayda həddin cəmi 6-dır. Həmin hədlərin kvadratlarının cəmi isə 12-dir. Şagird başa düşməlidir ki, həndəsiz silslərin hədlərinin kvadratları da sonsuz həndəsiz silslə əmələ gətirər. Və bu zaman silslərin vuruğu əvvəlki vuruğun kvadratı olar. Başa nə demək istəyirəm? Bax, bu ikinci silslərin hədləri B1 kvadratı, B2 kvadratı, B3 kvadratıdır. Hədlər onun kvadratlarıdır. Bunun vuruğunu tapmaq istədikdə sən nə edirsən? B2-nin kvadratını B1-in kvadratına bölməlisən. B2 böl B1-in kvadratı da əvvəlki silslənin vuruğudur. Yəni, sonra alınan silslənin vuruğu birinci silslənin vuruğunun kvadratıdır. Nümunə ilə göstərim. Məsələn, bax, 2-də 1-dir. 3-də 1-ə vurdum 6-da 1. 3-də 1-ə vurdum 18-də 1. Nə bilim, 3-də 1-ə vurdum 54-də 1 gedir. Bunların kvadratı. Burada silslə vuruğu nə idi? 3-də 1. Bunların kvadratlarını yazıram. Silslənin vuruğu nə olacaq? Hədlər kvadrata yüksəldiyi üçün vuruq da kvadrata yüksəlmiş olacaq. Aydınmı? Yəni, şagird bu əlaqəni dərk eləməlidir. Onda belə çıxır ki, yəni bunu açıq şəkildə ona görə yazmışdım ki, biz başa düşdük ki, S-in düsturu nə idi? B1 bölünsün 1 minus Q bərabər 6-dır. O birisinin birinci həddi B1 kvadratıdır. Silslərin vuruğu da əvvəlkinin kvadratıdır. Q-nün kvadratıdır. Q-nün. Bilmirəm Q neçədir. Bu elə belə nümunə idi. Bunu da qarışdırmayın misala. Sadəcə göstərmək istəyirəm ki, kvadratlarından düzəldilən silslənin vuruğu əvvəlki silslənin vuruğunun kvadratıdır. Yəni, onun birinci həddi budur, vuruğu da budur. Məsələn, buradan B1 bərabərdir 6 vurulsun 1 minus Q yazdıq. Gətiririk, bu birisində onu yerinə qoyuruq. B1-in yerinə yazıram, 6-nın kvadratı vurulsun 1 minus Q-nün kvadratı. Məxrəcdə vuruqlara ayırıram. 1 minus Q, 1 plus Q bərabərdir 12. Bunu buraya apardım. 36 ilə də bunu apardım. Elədim. Oldu 3 minus 3Q, 1 üstə gəl Q. Keçdi o tərəfə 4Q bərabər 2, Q də bərabər 2-də 1. Cavab oldu A bəndi. Yəni, burada şagirdin onu dərk eləməlidir ki, bu blok imtahan sualıdır. Hədlər kvadrata yüksəlirsə, yeni silslənin vuruğu da əvvəlkinin kvadratı olur. Neçə? Bəli, 28 də eyni şeydir. Sonra, bəli, 29-30 mənim bayaqlarım verdiyim sualdır. Yəni, onu verirdim ki, görüm yazan varsa, bunu da yazsın. Deməli. Yenə burada bayaq kimi işləyirik. Ən rahat yolu x vur q, z-ə də yazırıq x vur q-nün kvadratı. Buradan da başa düşürük ki, 3x ilə z-in cəmi 4y-ə bərabərdir. X-in qiyməti öz yerindədir. Z-in yerinə bu, y-in də yerinə bu. Hamısını x-ə bölmək olur. 3 üstə gəl q-nün kvadratı bərabər 4q. Yəni q kvadratı minus 4q plus 3 bərabər 0. Burada tənliyin kökləri 1 və 3-dür. Bizə vahiddən fərqli olanını tap dediyi üçün cavab 3 olacaq. Yəni E bəndi. Sonra 31. Bu sualı keçən dəfə izah elədim baxın mən sizə. Birini götürüb o biri mövzuya salıblar. Birini bura. Ədədi silsilədə bu sualı salmışlar. Dedi ki, SM bölünsün özdə İslam sual vermişdi bunu deyəsən ya da kimsə. Məcbur açdıq bunu. SM, yəni bunu yazdıq. 2A1, A1-imiz də deyəsən veriblər. 4-dür. Üstə gəlinsin.
M minus 1 vur D böl 2 vur M. Seni de atırıq. 2A1 üstə gəl. N minus 1 D böl 2 vur N. Bərabərdir M kvadrat böl N kvadrat. Burada ikilər getdi. Sağdan soldan M ilə N'in birini apardıq. Nə qaldı? 8 üstə gəl MD çıx D. 8 üstə gəl ND çıx D. Bərabərdir M böl N. Vurduq çarpaz. 8N M N D çıx ND. 8M M N D çıx M D. MND'lər islah getdi yan yana gələndə. 8M minus 8M ND minus MD. Buradan da 8'i o tərəfdən də D'ni mötərizə xaricinə çıxartmaqla D'nin, yəni sizlərin fərqinin 8 olduğunu alırıq. Bizdən nə istəyir? N'in cəhət düsturunu. AN bərabərdir. A1 üstə gəl N minus 1 vur D olduğu üçün A1'imiz də 4'dür deyə gətirib yerinə qoyanda alınır 8N minus 4. Yəni E bəndi. Başa düşdüm. Baxmayım sənə. Yəni sən yazmışdın düz. Çox gözəl. Sonra 33 32 demək istəyən yoxdur. 31 kimdir? Hə. Elə bilmə yenə deyirsən sən 31. 33. Bunun həlli necə olacaq? Bax, deyir ki, bizə A14 MN-dir. Yəni, 2 rəqəmli natural ədəddir. MN. A15-də rəqəmlərinin yerini dəyişib verdikləri NM-dir. Sizlərin fərqi 8-dir. Deyir, bunun neçənci həddən başlayaraq hədləri, bilmirik neçədə, ona görə K yazıram. Ta ki, neçəncə həddi N6 M-dən böyük olar. Bunun üçün gələ birinci N-dən M-in neçə olduğunu bilim ki, sonrasını davam edeyim. Biz bilirik ki, məsələn, A14'ü A5 üstəgəl 9D yazmaq olar. Və yaxud A14 çıx A5 bölünsün 9 bərabərdir D. Eyni şey. A14 nədir? M-in. Bu nədir? N-im. D-də 8-dir deyən elədir 72. Bunu açırıq. 10M üstəgəl N. Bunu da açırıq. 10N üstəgəl M. Yazdıq bu şəkildə. 9M çıx 9N bərabər 72. Yəni, M çıx N 8. M ilə N'in rəqəm olduğunu nəzərə alsaq, bu şərtə uyğun olan rəqəmlər ancaq 9-dan 1-dir. Başqa heç bir iki rəqəmin fərqi 8 eləyə bilməz. Yəni, biz müəyyənləşdirdik ki, M 9 imiş, N 1 imiş. Bu burada qalsın. Bu bizə lazım idi. A1-i də tapa bilərik bundan sonra. Tapaq. Ehtiyac yoxdur, amma tapsaq da olar yəni. A5 bərabərdir. A1 üstəgəl 4D'dir. Bizim A5'imiz N'm idi. Yəni 19 idi. Bərabərdir. A1 üstəgəl 32-dirsə, A1 nəyə bərabərdir? Mənfi 13. Biz hesabladıq. İndi, bu da burada lazım idi bizə. Gəldik bura. Bizə deyir ki, bu ardıcıllığın neçənci həddindən başlayaraq hədlər 169-dan böyük olacaq. N-dən M-i tapmışam deyən artıq 169 olduğunu bilirəm. Və N-in cəhət düstur. Sadəcə orada N istifadə olunub deyənə mən K yazmışam. Yazıram ki, A1, yəni mənfi 13, üstə gəlinsin, K minus 1 vurulsun D, böyükdür 169. K minus 1 vur 8, böyükdür, keçidiyor tərəfə 182. K minus 1 böyükdür, 182'ni bölək 8'ə, 182, 22 tam nə qədərsə. 22 tam nə qədərsə. K da olur 23 tam nə qədərsə. Demək onda belə çıxır ki, 24-cü həddən başlayaraq bu silsilənin hədləri 169-dan böyük olacaqdır. Biraz həlli uzundur. Yəni mərhələli şəkildə. Ətraflıya düşər, amma ətraflıda da buraxılışa gedənlər üçün çətin olur. Yəni buraxılışa gedən uşaqlar üçün bunu ətraflıya belə düşsə yazmaları çətin olacaq. Amma məsəl üçün blokda, birinci blokda həlli tələb olunan suala düşə bilər məsələn. İkinci qrupda yox. Çünki
Belə deyək, situasiyanın hansısa bir sualına belə bir şey düşməyəcək də, bir-birinə bağlı olan məsələlər olduğu üçün. Sınava getmirsən? Blok sınavına getmirsən? Məsələ işləyəsən. Yəni, sən sınava getmirsən, deyirsən işləmir. Riyaziyyatda. Riyaziyyatda belədir ki, burada verilənlər imtahanlar el olacaq. Yəni, güvəndə və ya OTK-da keçilən mövzular daxilində, yəni sınaq hara qədər keçirilirsə, ora uyğun bir şey düzəltməyə çalışırlar müəyyən mənada. Yəni, məsələn, əslində faizlə olan hissədə çalışır çox faiz olur demək olar ki, amma elə olmur. Məsələn, burada indi arxada var, düzdür, bizim hələ ki, nə deyim, keçən keçmişik. İstənilən hər hansısa birində müxtəlif tür, məsələn, burada hanı? Hə? Yox, bir sualı ehtimal olur əksər hallarda. Məsələn, burada müxtəlif suallar var. Məsələn, səhifə 235-də situasiya. Məsələn, 10-cu sual. 10-cu sualda bir situasiya verildi. Səhifə 235-də 10-cu sual. Situasiya nədir? Məsələn, burada bir məsələ verilib nəzarətdə. Deyir, gül mağazasında hər biri 4 manatdan 40 ədəd qızıl gül, hər biri 5 manatdan 31 ədəd səhləb çiçəyi və hər biri 3 manatdan bir neçə zambaq alıb gətirdilər. Bu ümumi bir belə deyək, məlumat yaratdı. Ondan sonra 3 dənə ona uyğun sual qoyubdu bura. Mağazaya gətirilən zambaqların sayı 30-dan çox 40-dan azdır. Zambaqların hamısını istifadə etməklə hər birində 5 və hər birində 7 ədəd olmaqla zambaq buketləri azalmaq lazımdır. Deməli, biz başa düşürük ki, hər birində 5 və ya 7 ədəd olmalıdırsa, bu zambaqların sayı 5-ə və 7-yə bölünən ədəd olmalıdır. 5 və 7-yə kök neçədir? Hə? Ümumiyyətlə nə idi onların ki? 5-dən 7. Hə? 35. Hə? Mən nə bilim, baba, sən hardan getdin çıxdın bildin? Hə, 35. Yəni, bu birinci məsələ tutaq ki. İndi bu, vaxtı ilə 9-larda da var idi, situasiyalar əvvəllər, bir neçə il əvvəl. Birinci mərhələ, ikinci mərhələ olurdu. Birinci mərhələdə 9-larda 10 dənə sual olurdu, açıq sual. Neçə il əvvəl söhbət edik. Məsələn, bu 9-lara düşmüş sual idi. Bəli. Bunu yığışdırdılar sonraki illərdə. Çünki birinci mərhələdə 10 dənə açıq sual olurdu və uşaqların 99%-i 2 alırdı birinci mərhələdən. Yığışdırdılar, indi 11 kimi ediblər. Həm açıq sual, həm qapalı sual, hamısı bir yerdə idi. Yəni, bu şəkildə müxtəlif misallardır. Biri ehtimal olur. 90% situasiya məsələlərinin 3 sualının biri ehtimal nəzərəsi ilə bağlı olur. Yox, yox. Biri ehtimal olur, bir də görürsən ki, ehtimal birləşmələr nəzərəsinə aid bir sualda digər hissədə yenə də olur. Yəni, 2 dənə ehtimal sual olduğu imtahan olubdur. Amma birində ehtimal tapmağa aid olub, birində birləşmələr nəzəriyyəsinə aid olan hissəsindən olubdur. Amma əksər halda ehtimal orada olduğu üçün birləşmələr, yəni situasiyada olduğu üçün o tərəfdə salmırlar. Yaxşı, burada sonra 34. Həndəsi silsilə təşkil edən 5 ədədin cəmi 248-dir. 3-cü ədəd 4-cüdən 2 dəfə böyük olarsa. Bu, elə çətin bir sual deyil. 3-cü ədədin 4-cüdən 2 dəfə böyük olması silsilə qrupunun 2-də 1 olduğunu göstərir. Yəni, B3 vurulsun Q olduğu üçün 2Q bərabər 1, Q 2-də 1-dir. Və 5 dənə ədədin də cəmi 248-dir. Yəni, sənə S5 verib. S5-in düsturundan istifadə edərək B1-i tapmalısan. B1 vurulsun 2-də 1-in üstü 5 çıx 1 böl 2-də 1 çıx 1 bərabərdir 248. Yəni, B1 vurulsun 32-də 1-dən çıxanda mənfi 32-də 31. Bu mənfi 2-də 1-dir. Böləndə tərsinə çevrildi 2. O da elədi B1 bərabərdir 16-da 31 bərabər 248. O da 8 dəfə 8 vurulsun 16. B1 elədi 128. 128. Nə istəyir bizdən? Bunlardan böyüyünü tap. Təbii ki, 2-2-də 1 ilə böyüyü birincisidir. Çünki sonra 2-də 1-ə vura azalır. Məsələn, yəni burada qeyri-adi bir şey yoxdur əslində bu sualda.
41. 41'e qədər sual olan. 39. Bunun da müxtəlif cür izahını verə bilərik. Bax, deyir ki, A, B, C, D həndəsə sisteminin ardıcıl hədlərdir. Ardıcıl hədlərdir bunlar. Bu önəmlidir. Yəni, ardıcıl olmaz. A ilə D-nin cəmi 12-dir. A ilə D-nin hasili də 9-dur. B kubu üstə gəl C kubunu da. Sırf həndəsə sisteminin xassələrini işləyək. Amma biraz da bizdən baş tələb olunacaq bu sual işləməyə. Bunu yazırsan, B-nin kubu vur B, B-nin kvadratı vur B, C-nin kvadratı. Niyə bunu belə yazdım? Bəyan edilmək xassələr. Mən bilirəm ki, B-nin kvadratının yerinə AC yaza bilərəm. C-nin kvadratının yerinə də BD yaza bilərəm. Ona görə dedim kvadrat ayıraq ki, xassəni tətbiq edək. Və ortaq vuruq görürəm burada. Ortaq vuruq nə görürəm? BC-ni. Onda nə qalır bizdə? A üstə gəl D. İndi A üstə gəl D onsuz da bəllidir. 12-dir. Bəs BC. Həndəsə sisteminin digər xassəsinə görə, bax belə deyim də sənə. Bu x1-dir, bu x2-dir, bu x3-dür, bu x4-dür. x1 vur x4, x2 vur x3-ə bərabərdir. Ona görə deməli belə çıxır ki, A ilə D-nin hasili B ilə C-nin hasilinə bərabərdir. Niyə? X demədim, x1 vur x4. Yəni, bəs x nəzərdən işarədir, bir rahat başa düşəcək xassəni. Bu da digər xassə. Yəni, o da belə çıxır ki, mənə A ilə D-nin hasilini veriblərsə, əslində mən görməliyəm ki, B ilə C-nin hasili də 9-dur. 9 vurulsun. 108. Blok imtahanına düşmüş sualdır. Bir balaca sadəcə görmək lazımdır. Küylərlə də əlaqələndirib işləmək olar. Tək yolu bu deyil. Hansı ədədlərdir? Hansı ədədlərdir? Bəlkə heç gəldi, irrasional azadçıqdır, neyəcəm? Tapmaq olar, bəlkə də irrasional azad olacaq. Prosta niyə onlarla başım yorum ki? Xassələrə yönəlsəm daha tez olar. Və yaxud yendirəm, bu tək yol deyil. B-nin yerinə A vur Q, C-nin yerinə A vur Q kvadratı, D-nin yerinə A vur Q kubu yazıb o əlaqədən də çıxartmaq olardı sualı. Mən sadəcə sırf xassələrə yönəldim. Axırına gelib çıxanmamısən. Yaxşı, bu 8-ə baxa görək ki, elə eləsək nə olar. Bax, tutaq ki, biz bildik ki, B bərabərdir A vur Q-dür. C bərabərdir A vur Q kvadratıdır. D də bərabərdir A vur Q-nün kubudur. Tutaq ki, mən ən azından belə fikirləşirəm. A üstə gəl D 10-dur. A vur D 7-dir. Onda belə olur. A üstə gəl. A Q-nün yox, kubu 10-dur. Burada qalsın. A vurulsun Q-nün üstü 3-də 7-dir. Bu da hələ ki, burada qalsın, lazım olacaq olsa bizə. B kubu üstə gəl, C-nin kubu. Yəni, B dediyim oldu A vur Q-nün kubu, C dediyim də oldu A vur Q-nün kvadratının kubu. A kubu, Q kubu, A kubu, Q üstü 6. Ortaq qrubu çıxardaq, sonra görək nə olur. Əslində onların hasili olduğu görünəcək. Bax, A-nın kubu, Q-nün kubu, 1 üstə gəl Q-nün kubu. İndi bir dənə fikir verək. Buradan A çıxsa, A üstə gəl 1 böl Q kubudur. Buradan da A-nın kvadratı Q-nün kubudur. Əslində bunların hasilini görürəm də mən orada. Yəni onların hasili orada görünür. Biraz diqqətli olanda görmək olur. Yəni 7 vur 10 edəcək. Sonra 41. Blok imtahan sualı olub yenə bu sualda. Həndəsiz? Hə? Buradan bloka sual düşmür. Blokdakı suallar bura düşür. Yəni buradakilərin əksəriyyəti blok sualıdır. Bu mövzudakılar. Buradan buraxılışa düşə bilər. Suallar o əvvəldə olan suallar var. Məsələn 1-dir, 2-dir və yaxud 11, 12, nə bilim, bəzi suallar düşə bilər. Hə? Bəli, bunlardan neçə dənəsi bloka düşmüş suallar oldu vaxtı ilə. Buraxılışda silsilə o qədər çətin düşmür. Buraxılışda silsiləyə aid sual düşdüyü, məsələn bu arxadakı 56-dır, 57-dir. Bunlar buraxılış sualları olublar. 56 düzü ətrafındaydı, 57 amma ətrafında deyildi. Burayı da ətraflıya gətirib daxil ediblər. O buraxılışda qapalı sual idi, variantlar var idi. Yəni, belə də buradan əksəriyyəti blokda istifadə olunmuş suallar olubdur.
Həndəs sistəminə gətirən 3 ədədin hasili 216-dır. B1, B2, B3 216-dır. Ədəd ortası, yəni B1, B2, B3-ün cəmi isə 3 bölü 26-nı vurdumsa elədi 26. İndi, nə edək burada? Biz buradan B2-nin 6 olduğunu tapa bilirik. Necə tapa bilirik? Bəli, B2-nin kvadratı B1 vur B3 olduğu üçün yerinə qoyanda B2-nin kubu 216-dır, B2 6-dır. B2 6-dırsa, B1 ilə B3-ün hasili 36-dır, B1 ilə B3-ün cəmi də 20-dir. 6-nı qoydum yerinə B2 ilə orada. İndi elə bil ki, bizə bir tənlər sistemi çıxdı ortaya. Biz B1-ə x desək, indi B1 ilə B3 olacaq 20 minus x. Burada yazdım ki, vurmada yerinə qoyum. X vurulsun 20 minus x bərabər 36. X kvadratı minus 20x üstə gəl 36 bərabər 0. Vurdum o tərəfə keçirdim. Bir dəfəli yazdım. Bu tənliyin kökləri 2 və 18-dir. Yəni mən buna 2 desəm, bu 18 olacaq. Ona 18 desəm, bu 2 olacaq. İndi mən həll yazıram da. Bəli, oradan seçə bilərdik ki, hasili 36, cəmi 20 eləyən ədədlər 2 ilə 18-dir. Yazmalısın. Bəli. Bəli, yazmalısın. Yəni, bizim axtardığımız ədədlər 2, 6 və 18 imiş. Nə istəyir burada? Bu ədədlərin böyüyünü tapın, olur 18. Sonra, başqa. Bu da yenə blok imtahan sualı olubdur, 42 ilə 43. Bəli, nəticədə böyüyü 18-dir. Bəli, mən elə belə ədədləri yazdım. Bəli, heç bir fərqi yoxdur. 18, 6, 2. Yəni, cəmi və hasili o verilən şərti ödəyən ədədlərimiz o 3 dənə ədəddir. Başqa ədəd yoxdur. Və o ədədlərdən də böyüyü demir ki, birincisi, ikincisi, üçüncüsü də böyüyü. Yəni, onlardan da böyüyü 18 idi. 2-də 1, minus 4-də 1, plus 8-də 1, minus 16-da 1, plus, minus bu şəkildə gedir. 256-da 1, bərabər x minus 1 bölünsün 256. Baxın, burada bərabərliyin bu tərəfə əslində bayaqlarında o biri bölmədə gördüyümüz bir sualdandır. Amma sonsuz həndəs silsilə deyil. Baxın, məsələn, bu 2-də 1, üstə gəl mənfi 4-də 1, üstə gəl 8-də 1, üstə gəl mənfi 16-da 1 və s. Elə bir ki, bu cəm əslində bu şəkildədir. Yəni, bizim əlimizdə belə ədədlər var. Bu ədədlər həndəs silsiləməyə gətirir. Birinci həddi 2-də 1, silsilənin vuruğu isə mənfi 2-də 1-dir. Bilmirəm, neçəncisə həddi mənfi 256-da 1-dir. Neçəncisə həddi. Sağ ol. SN-də o göstərilən ədədir. O SN-i sonra hesablayarıq. SN-i indir ki, biz buradan eni tapaq birinci. Eni tapsaq, B1 vurulsun, Q-nün üstü n-1, mənfi 256-da 1-dir. Yəni, mənfi 2-də 1-in üstü n-1, mənfi 128-də 1-dirsə, n-1 7-dir, n 8-dir. Yəni, burada 8 dənə həddin cəmi var imiş. Ona görə mən birinci S8-i hesablayacağım və S8-i də bu qiymətə bərabər eləyəcəm. Çünki o 8 dənə həddin cəmini göstərir. S8 bizdə nə olar? S8, B1-imiz nə idi? 2-də 1 idi. Vurulsun, mənfi 2-də 1-in üstü 8 minus 1, böl mənfi 2-də 1 minus 1. Yəni, 2-də 1 vurulsun. Mənfi 2-də 1 üstü 256-da 1, çıxanda mənfi 256-da 255. O da vur mənfi 3-də 2. 2-də 3-ün tərsi. Bu 2 ilə getsin. 3 də bunu ilə gedər yəqin ki, 85. Deməli, bu hasil, cəm daha doğrusu hasil deyirəm, oldu belə. Bizdə də sual belə idi. X minus 1 bölünsün 256 buna bərabərdir. Onda x neçədir? 86-dır. Aydın oldu.
Biraz razıyam ki, həlli uzun gedir, amma bu blok imtahan sualı. Mesela blokda biz 2 dəqiqə yaza biləcəyik. Yəni o saat qısa həlli sual gözləmirik hamısını. Vaxt aparan suallarımız da olur. Bu da elə. Sonra buyur. Sən də nə deyirsən çətin məsələdir. Görək də, ikinci sərə keçmədiyimiz mövzular var idi keçən il. Onları bunun qədər sürətli, birinci sərə qədər sürətli gedəməyəcəyik. Dekabra qədər inanmıram. Normalda keçən illərim yanvarın axırı qutarmışdım. Amma sizdən daha sürətli getmişəm bu il. Yəqin ki, yanvarın əvvəli zadıb ortasına qədər qutarmışım var. Hə? Ağıllı deyil sizi. Sürətli aparmağa çalışdım. Nə qədər qazandıq da onu bilmirəm. Sonra 55'e kadar sual olan yoktu. 55. 55 de yine blok imtahan sual olubdur. Amma 56, 57 dediyim kimi və yaxud buraxılış sual olublar. Hə? Bəli, bəli, deyirsən, harada? Bax, 53, 54 yazmışsan. Niyə? Onda 55'ten deyirəm nə sual var demirsən. Murat. "51'i yazmışsan. 52'ni yazmamışsan məsələn. Başa düşməmsən 52'ni. 52 buraxılışa düşmüş sualdır. Heç bunu silsilə bilmədən də işləmək olar onsuz da. Amma silsilə daha rahatdır. Silsiləsiz biraz qəliz olacaq. Bax, deyir ki, avtomobil birinci saatda 60 km yol gedir. Hər sonraki saat əvvəlkindən 8 km çox yol getdi. Yəni, bizim birinci həddimiz 60'dır. Hə? Canrafası haradadır? Hə, deyirəm, nə yadımda ki, buraxılışdadır. Hə. Düz orada ben heç ətrafında düşməyim, indi bura götürüb ətraflıya qoyurlar. Yəni, məsəl üçün, o buraxılışa düşmüş sual olubdur. Prosto 2 apreldə o əvvəlki illərin məzunları və s. müəyyən səbəbdən imtahanda iştirak eləməyənlər üçün, yəni nəticədə buraxılış imtahan üçün nəzərdə tutmuş sual olubdur. İndi A1'imiz budur. D'miz 8'dir. Çünki hər sonraki saat 8 km çox yol gedir və avtomobil 480 km yolu nə qədər vaxta gedir? SN-də 480'dir. SN düsturu ilə işləməliyik. 2A1 üstə gəlinsin n-1 vur D böl 2 vur n bərabərdir 480. Oradan 2'ni çıxarıb ixtisar eləsəm 60 üstə gəl 4n çıx 4 vur n bərabərdir 480. 4n kvadratı plus 56n minus 480 bərabər 0. Hamısı 4'ə bölündüyü üçün böldük, yazdıq. Bu kvadrat dəlliyin də köklərindən biri mənfi 20'dir, digəri müsbət 6'dır. Cavab da olur 6. Və yaxud da gərək bir-bir çıxa-çıxa gedəsən. 480'dən 60'ı çıxasan. Sonra alınan cavabdan 68'i çıxasan. Sonra 74'ü çıxasan ki, bir-bir görüm neçə saat da bunları mən çıxıb azaldıb taparam ki, bu neçə saat gedib bu yolu. Amma yəni bu həll eləyə bilmirsənsə, heç olsa bir variantdır. 79 sonra 8 kilometr, 8 kilometr. 82 olur. Səhv dedim. Bəli, düz deyirsən. 76 deməliydim. Nə 76 deməliydim? Bəli. Bəli. Yəni o şəkildə hesablayıb çıxa bilərsən ki, görüm nə qədərə 480 tamamlayır bu neçə saata. İndi 52 ilə 53'ü yazan uşaq, normal şəkildə həll edən uşaq. 52 əl üstürüm, 53 əldir. 55'i oradan özünə bir ipucu götürə bilər. Birinci, üçüncü, beşinci, yedinci yerdə duranlar. Bəli, nömrəsi tək olanlar. Tək yerdə duran. Bu bəyaqların bir həndə sizdə sual var idi, 19-cu sual. Tək yerdə duranlar, cüt yerdə duranlar. Həmin məntiqdə, amma burada ədədi sistemlə bağlı bir sualdır. Məsələn, 53'də deyir ki, ilk 10 həddindən tək yerdə duranların hədlərinin cəmi. Yəni, A1, A3, A5, A7, A9.
Bunların cəmi tutaq ki 25-dir. Cüt yerdə duranların cəmi 40-dır. Birinci həddi tapın. Məsələn, sən burada bunu müxtəlif cür işləyə bilərsən. Ən pis halda hamısını A1 və D-yə görə açıb həll edə bilərsən. Yəni, yuxarıdan ancaq 5 A1 üstə gəl neçədir? Aha. Olmur ki. Olmur ki, bəli. İlk 10 dənə həddin cəmi 65-dir. Nə? Hə, atırsan. 5 A1 üstə gəl neçədir? 5 A1 üstə gəl 20 dənə D bərabər 25. O birisi də 5 A1 üstə gəl 25 dənə D idi. Çünki hərəsi bir dənə D ondan çoxdur. Yəni, mənim burada sənə demək istədiyim əsas məqamlardan biri budur ki, bu hədlərin fərqi bundan D qədər fərqlənir. Yəni, bu ikisinin arasındakı fərq 5D idi. Yəni, 5D 15-dir. A2 A1 üstə gəl D idi. A4 A3 üstə gəl D idi. Yəni, hər tək yerdə duranla, cüt yerdə duranın ardıcıl fərqi D qədərdir. Ona görə aşağıdakı sıra, yuxarıdakı sıradan 5D qədər fərqlənir. D-ni tapırsan 3-dür. Yuxarıda sən ki, sadələşdirmişsənsə də ondan da istifadə edib tapırsan. İndi, bunu 55-ə necə bağlayıram? Nədir məsələsi? Fərqi. Bax, deyir ki, cüt sayda həddi olan sonlu həndəsi sistənin cüt nömrəli hədlərinin cəmi tək nömrəli hədlərin cəmindən demək tutaq ki, burada 2n sayda hədd var. Cüt sayda da. Bunun cüt yerdə duranlarının cəmi. Yəni, A2 və s. A2n. Bu cəm. Tək yerdə duranlar A1, A3 və A2n-1. Yəni, məsələn, 10 dənədirsə 9-uncusu. Bundan 195 vahid böyükdür. Yəni, üstəgəl 195-ə bərabər. İndi, sən başa düşməlisən ki, bunların yəni fərqi 195-ə bərabərdir. Ay, sağ ol. Buradakı fərq, bilirsən neçədən D-yə bərabərdir? N dənə D-yə bərabərdir bu fərq. Yuxarıda 10 dənə hədd var, 5-i təkdir, 5-i cütdür. İndi, burada da 2n sayda hədd var. N dənəsi cütdür, N dənəsi təkdir. Yəni, bunlar arasındakı fərq N dənə D-dir. Aydın mı? Yəni, məsələn, A2 ilə A1-in arasında 1-dir. A3 ilə A4-ün arasında 1-dir. Beləliklə, məsələn, A20 ilə A19-un arasında da bir dənədir fərqi var. Kitabı oxudum, bildim. Cüt sayda həddi var. 10 dənə, 12 dənə, 20 dənə, 36 dənə. Tək sayda desə başa düşəcəkdim ki, məsələn, 17 dənə həddi var. Bəli. Yox, olmayacaqdı. Onda elə olmayacaqdı. Niyə ki? Çünki orada tək sayda həddi olanda təklərin sayı cütlərdən bir dənə artıq olduğu üçün həmin o artıq hədd üstəgəl n vur D olacaq. Çünki belə deyək də, ardıcılların fərqi deyilədir. Amma o artıq qalan verir, onun cütü yoxdur orada. O tək qaldı yazıq. N dənə D, bir də o axırıncı tək hədd. Başa. İndi, bizə də D-ni verib burada səhv eləmirəmsə. 13-dür. Ona görə deməli, n neçədir? 15-dir deyəsən. 15 edir də buranda. Hədlərinin sayı neçə olur? 30. Çünki bunun 2n dənə həddi var. N-i tək idi, n-i cütü idi. Aydın oldu. Bu ki, biraz başımıza işlətmək lazım olan sualdır. Sonra, başqa? 56 əliyyə yazılıb deyəsən, yoxsa? Yoxdur. Sən yazmamısan. Yaxşı eləmişsən. Vaxtı neçə başa düşmədin? Onda mən niyə söylədim? Mən də baxın, yazdım, 2-3 dənəsini yaza bildim, daha yazmayayım. Belə şey oldu. Murat. İmtihanı bir-iki dənə yaza bilməsən yazmayasın, imtihanı çıxarsan bayra. İşdir də, məsələn, elə bir test olur ki, gəlir çətin suallar qabağa düşür. Yəni, onu bölməyiblər ki, ta ki, A variantında quraşdırıblar, çətin asan sual məsələn deyirəm. Hə, bunun yerini dəyişəndə gəldi, B variantında oturan uşağa çətinlər qabağa düşürdü. Və yaxud o uşağa çətin gələnlər, başqa uşağa yox.
İndi onsuz da iki variantda AB variantı. Suallar eynidir, sadəcə yerləri dəyişikdir. Həm də cavablarının da yeri dəyişikdir. Bu güvən az da gedirsə, nə tərsə elədir. Yəni, daha iki test hazırlanmadı. Bir dənə test hazırlar, rəqəm, yəni variantların yerində rəqəmi dəyişirlər, nə bir şeylər deyəsən. Deməli, nə deyirdik? Hə, bu 56. Buraxılış imtahan sualında olubdur. Ətraflı həll tələb olunan sual kimi də həllini istəyiblər. Burada ədədi sistem gəlir. Su damcası düşdü deyir. Şəkildə qoyublar ki, bir təsəvvür yaransın. Və burada konsentrik çevrələr əmələ gəlir. Və bu halqaların radiusları arasındakı məsafə eynidir. Məsafə eyni olduğu üçün deməli bu ədədi sistem gətirir bu halqalar, çevrələr bir-biri ilə. Və deməli 3-cü və 5-ci çevrənin uzunluğu. Yəni çevrənin uzunluğuna A1 deyirəm, 3-cü deyib. A3 və A5. Bunun cəmi 36 pi'dir. İkinci ilə də 7-cinin cəmi 40 pi'dir. Vəssalam. A1 və D-yə gətirib tapmaq olar. Bizə deyir ki, birinci çevrənin uzunluğu, yəni A1 istəyir. Vəssalam. Buradan yazın tutaq ki, A1, 2A1 olsun. Üstə gəlsin 2, o da 4. 6D bərabərdir 36. Aşağıda alındı 2A1 üstə gəl, 1 üstə gəl, 1 üstə gəl 6. 7D bərabərdir 40 pi. Tərəf-tərəfə çıxdıq. D bərabər oldu 4 pi. D 4 pi'dirsə A1 üstə gəlinsin 3D 18 pi olduğuna görə A1 də 6 pi oldu. Yəni birinci çevrənin uzunluğu 6 pi'dir. 57 ondan da asan sualdır. Baxın, stəkanla dolu suyun hər addımda stəkanda suyun yarısını boşaltdılar. 14-cü addımda stəkanda qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından neçə dəfə az olar. Deməli, buradan silsilənin vuruğu 2-də 1'dir. Çünki hər dəfə yarısını boşaldıramsa su 2 dəfə azala-azala gedir. Tutaq ki, 14-cü addımda qalan suyun miqdarı B14'dür. 8-ci addımda qalan suyun miqdarına B8 deyək. Və təbii ki, getdikcə azaldığı üçün biz B14'ün B8'e olan nisbətini tapaq. Burada da düsturları yazsaq kifayət edir. B1'in olsa hesablamaya ehtiyac yoxdur. 2 üstü 6 eləyəcək. O da Q'ümüz 2'də 1 olduğu üçün 64'də 1 edir. Yəni 64 dəfə az olacaq suyun miqdarı. Yox, yəni sadəcə göstər ki, bax, səndə təsəvvür yaransın deyən stəkan doludur. Sonra olub yarısı. İkinci addımda onun da yarısı. Yəni yarı suyu azalda gedir. Deyir, belə azalda getsək, 14-cü addımdakı suyun miqdarı 8-ci addımda olan suyun miqdarından neçə dəfə az olar? Biz başa düşürük ki, 64 dəfə su az olacaq. Yox. Suyun miqdarını bilmirəm, sən nə bilim, nə vaxt qutaracaq. Belə baxın, neçə vaxt qutarmayacaq. Hər dəfə suyun yarısı. Bir damcını da yarı bölüb götürəcəm, yarısını saxlayacam. Sonra, bu belə. Başqa kimsə sual